Bakının Yasamal rayonu 1-ci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında yerləşən qalmaqallı mülkün sahibi ilə Melisa Qrup Tikinti şirkəti arasında razılıq əldə olunub. Bunu teleqraf açıqlamasında evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayıllı deyib. Onun sözlərinə görə tərəflər arasında danışıqlar olub, problemin sakit formada sülhlə həllinə dair qarşılıqlı razılıq əldə edilib. Artıq mübahisə bitib. Vəkil bildirib ki, ev sahibi evin real ölçülərinə uyğun təzminat istəyib, şirkət isə sənədlərdəki ölçüyə uyğun məbləğ təklif etdiyi üçün məsələ bu yerə gəlib çatıb. Ərazidəki 20 evdən 17-si sökülüb, qalan 3 evdən biri də budur. Qonşulara kvadrat metr üçün 1800 manat ödənilib. Biz də bu qiymətlə razıyıq. Sadəcə Həbib müəllimin evi sənəddə 480-500 kvadrat metr yazılıb, amma real ölçü 700 kvadrat metrdir. MTK kommersiya marağı güdüb tam məbləği vermirdi. İndi isə evin yekun qiyməti, yəni neçə kvadrat metrin əsas götürülməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Həbib müəllimə kompensasiya ödəniləcək və bununla da məsələ bitəcək deyə Ülvi İsmayıllı vurğulayıb. Vəkil söyləyib ki, məhkəmə Melisa Qrup Tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun ev dustaqlığına buraxılması məsələsinə baxanda bunu etiraz etməyiblər. Biz buna müsbət yanaşdıq, mübahisə açmadıq. Bu deməkdir ki, biz heç kimin həbsdə qalmasını istəmirik və məsələnin danışıqlarla həll olunmasının tərəfdarıyıq. Ülvi İsmayıllı vurğulayıb ki, Melisa Qrupa daxil olan FEBA MTK Alatavadakı mülkün sahibi Həbib Hacıyevə qarşı qaldırdığı məhkəmə iddiasını da geri götürüb. Məsələ bu hissədə də yekunlaşmaq üzrədir. Bizim isə məhkəmədə iddiamız yoxdur. Melisa Qrup Tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da şirkətin sürücüsü barədə cinayət işinə gəlincə buna məhkəmə qiymət verəcək. Beləliklə, Alatavadakı mülk mübahisəsi bitir. Melisa Qrup evin 700 kvadrat metr olduğunu qəbul etsə və hər kvadrat metr üçün 1800 manatdan ödəniş olsa, onda Həbib Hacıyev 1.260.000 manat kompensasiya alacaq. Əgər tərəflər 500 kvadrat metrlə razılaşsa, onda bu məbləğ 900.000 manat təşkil edəcək. Xatırladaq ki, hadisə martın 27-sində baş verib. Melisa Qrup Tikinti şirkətinin sürücüsü Qala Seymuroğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Qala Eynullayev saxlanılıb. Daha sonra hadisə ilə bağlı Melisa Qrup Tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai rayon məhkəməsi onların hər ikisi barədə həbs qəti imkan tədbiri seçib. Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.